Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bugün sizləri monitoring mini sınaq 12 izah ilə tanış etmiş olacağım. İzaha başlamazdan öncə bildirək ki, əziz və dəyərli şagirdlərimiz, siz əgər monitoring imtahanına hazırlaşırsınızsa, mütləq sağ küncdə görünən qeyd olunan, rəsmi göstərilən kitabımızı əldə edə bilərsiniz. Kitabımızda 22 mövzu sınağı, 6 ümumi sınaq yerləşmişdir. Vaxt itirməyək, başlayaq suallara. Hansı cümlədə zərflik var? Cavabımız olacaq B variantı. Herakl meşəyə tələsik getdi. Nə tərzdə getdi? Tələsik getdi. Haraya getdi? Meşəyə getdi. Hətta iki zərflik var. Bildiyimiz kimi zərflik cümlə üzvüdür. Haraya, nə tərzdə, nə vaxt bu tip suallara cavab verən cümlə üzvümüz zərflik olur. Sərras ovçu quşları vurdu. Nə etdi? Vurdu. Ovçu vurdu. Necə ovçu? Sərras nəyi vurdu? Quşları vurdu. Burada zərflik yoxdur. Afina müdrik ilahədir. Müdrik təyindir. Burada Afina mübtədadır. Evrisvey əmr verdi. Əmr verdi. Xəbər Evrisvey mübtədadır. Cavabımız oldu B variantı. Hansı cümlədə daha çox məlumat verilir? Baxaq. Daha çox məlumat verilir o deməkdir ki, sən cümləndə yalnız mübtəda və xəbər olmasın. İkinci dərəcəli üzvlər də gəlsin ki, xəbərə canlılıq gətirsin. Məsələn, biri var deyirəm ki, mən getdim. Biri də var deyirəm ki, mən dünən dostlarımla kursa getdim. Gördünmü? Mən xəbərə rəng qatdım. Nə vaxt getdim? Dünən getdim. Kimlə getdim? Dostlarımla getdim. Hara getdim? Kursa getdim. Deməli, daha çox məlumat verilməsi üçün sən cümləni genişləndirməlisən. Bunun üçün də sənə baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlər də kömək edir. O səbəbdən cavabımız olacaq B variantı. Hansı cümlədə fe'li xəbər işlənmişdir? Hərəkətimiz fe'lin sualına cavab verirsə, deməli orada fe'li xəbər var. Nə etdi? Məhv etdi. Yox, əgər hərəkət görməsəz buralıqda, deməli oradakı xəbər fe'li xəbər yox, ismi xəbərdir. Cavab C variantı. Necə idi? Ox batmaz idi. Necədir? Qorxuncdur. Nədir? Müdriklik ilahəsidir. Sual 4-lə davam edək. Hansı cümlədə təyin işlənmişdir? Yadda saxlayın, bir qayda olaraq cümləmizdə sifət üstəgəl isim varsa və yaxud da say üstəgəl isim varsa, o zaman cümləmizdə təyin var deyirik. Cavabımız olacaq A variantı. Bəli, bax, sifət üstəgəl isim varsa, cümləmizdə təyin var deyirik. Güclü külək qumu havaya qaldırdı. Şir qəzəbləndi, onlar döyüşdülər, polis tələb etdi. Burada dediyimiz düstur yoxdur deyə təyin yoxdur. Təyin əşyanı izah etmək üçün yaranıb. O səbəbdən küləyi izah eləyir, təyin eləyir güclü sözü. Sual 5 mətn tapşırığıdır. Gəlin mətndən tanış olaq. Heraklın Nemey şirini məhv etməsi. Argos hökmdarı Evrisvey Heraklı yanına çağırdı və dedi: Ey Herakl! Əgər doğrudan da güclüsənsə, get və Nemey şirini məhv et. Herakl sakit səslə cavab verdi. Mən xalqı qorumaq üçün hər çətinliyə hazıram. Nemey şiri tilsimli, qaranlıq bir mağarada yaşayırdı. Mağaranın 2 girişi var idi. Şir çox güclü, hiləgər və ox batmaz idi. Herakl əvvəlcə ox atdı, lakin ox şirin dərisindən sıçrayıb yerə düşdü. Onda qəhrəman mağaranın bir girişini iri qayalarla bağladı. Digər girişdən içəri girərək şirlə əlbəyaxa döyüşdü. Uzun mübarizədən sonra Herakl şiri boğaraq məhv etdi. O, şirin dərisini soyub özünə zireh etdi və Evrisveyin yanına qayıtdı. Nemey şiri harda yaşayırdı? Tilsimli mağarada, bəli, mətndən də tanış olsaz, o haqda bir fikir var. Mağara, bax, tilsimli bir mağarada yaşayırdı Nemey şiri. Gələk növbəti suala. Herakl şiri necə məhv etdi? Herakl şiri əlbəyaxa döyüşlə məhv etdi. Baxın, burada görəcəksiniz.
Əvvəlcə ox atdı, lakin ox şirin dərisindən sıçrayıb yerə düşdü. Şirlə əlbəyaxa döyüşdü. Gələk növbəti mətnə. Dəyərli şagirdlərimiz, əgər izahlar yararlı olursa, izahları bəyənə bilərsiniz, ürəyiniz istəyirsə, rəy də yaza bilərsiniz. Bizim ümumiyyətlə ödənişli qruplar da var və sizlərə tam təmənnasız dəstək olmağımız üçün ödənişsiz qruplarımız da var. İstər ödənişli, eyni zamanda ödənişsiz qruplar üçün ekranda görünən nömrə ilə əlaqə saxlaya bilərsiniz. 077 752 28 93. Əgər siz vəsait əldə edib daha rahat formada imtahana hazırlaşmaq istəyirsinizsə, bizim sağ küncdə yerləşdirdiyimiz kitabı istənilən rayondan, şəhərdən, Azərbaycanın istənilən bölgəsində kitab mağazaları satışı harda varsa oraya yaxınlaşıb vəsaitimizi əldə edə bilərsiniz. 22 mövzu sınağı, 6 ümumi sınaq var və hər bir sınaq 30 sualı əhatə edir. Riyaziyyat 30, Azərbaycan dili də 30. Başlayaq. Stimfal quşlarının qorxusu. Stimfal meşəsi sıx, qaranlıq və vahiməli bir yer idi. Günəş şüaları qalın budaqların arasından güclə keçirdi. Bu meşədə yaşayan stimfal quşları adi quşlara bənzəmirdi. Onların dimdikləri və caynaqları xalis misdən idi. Qanadlarını çırpdıqda metalın bir-birinə dəyən səsi kimi cingirtli səslər çıxırdı. Ən təhlükəlisi isə onların ləkələri idi. Quşlar qanadlarını silkələyərək iti mis ləkələrini ox kimi düşmənlərinə tərəf atırdılar. Bu ləkələr qalxanı belə deşə bilirdi. Herakl meşəyə daxil olanda quşlar səs-küy salaraq havaya qalxdılar. Qəhrəman əvvəlcə Apollonun ona bağışladığı qızıl oxlardan istifadə etdi. Onun atdığı oxlar sərrasi idi və bir neçə quş yerə düşdü. Lakin quşların sayı hesabı yox idi. Onlar dəstə ilə hücum edir, havadan mis ləkələr yağdırırdılar. Herakl başa düşdü ki, yalnız güc və oxla bu təhlükənin öhdəsindən gəlmək çətin olacaq. Yorğun halda dincələndə Afina onun yuxusuna girdi və məsləhət verdi. Dəmirdən şax-şax düzəlt. Bu quşlar gür səsdən qorxur. Herakl dərhal yaxın kəndə getdi. Kəndlilər əkin sahələrini qorumaq üçün şax-şaxdan istifadə edirdilər. Onların köməyi ilə qəhrəman çoxlu dəmir pərli şax-şax hazırladı. Gecə vaxtı onları quş yuvalarının altına düzdü. Külək əsəndə şax-şaxlar güclü şaqqıltı səsi çıxartdılar. Səs meşəni bürüdü. Qorxan quşlar çığırtı ilə havaya qalxaraq meşəni birdəfəlik tərk etdilər. Beləliklə Herakl ağlı və tədbiri sayəsində stimval quşlarını qova bildi. Stimval quşlarının ən təhlükəli xüsusiyyəti nə idi? Onların mis ləkələrinin ox kimi atmaları idi. Uzağa uça bilmələri deyil, sakit yaşamaları deyil, insanlardan qaçmaları deyil. Bəli, mətndən də tanış olduğunuz kimi mis ləkələrini onlar ox kimi ata bilirdilər. O səbəbdən stimval quşları təhlükəli quş sayılmış olur. Herakl quşları necə məğlub etdi? Əlbəttə ki, şax-şaxın çıxardığı gür səslə. Cavabımız C variantı. Mifik obrazlar və xalq təsəvvürü. Qədim zamanlarda insanlar təbiət hadisələrini və naməlum qüvvələri izah etməkdə çətinlik çəkirdilər. Onlar güclü küləyi, ildırımı, seli və ya qorxunc heyvanları fövqəlatəbii qüvvələrlə əlaqələndirirdilər. Bu düşüncələr nəticəsində əfsanələr və miflər yaranırdı. Həmin miflərdə qeyri-adi gücə malik qəhrəmanlar təsvir olunurdu. Belə qəhrəmanlara mifik obrazlar deyilir. Mifik obrazlar adi insanlardan fərqlənirlər. Onlar nəhənglərlə döyüşür, əjdahaları məhv edir, xalqı təhlükədən xilas edirlər. Məsələn, Herakl tək başına qorxunc varlıqlarla mübarizə aparır, ağır sınaqlardan keçir və hər dəfə qalib gəlirdi. Ona Afina kimi ilahələr yardım edirdi. Bu xüsusiyyətlər onun real tarixi şəxs deyil, mif qəhrəmanı olduğunu göstərir. Hər xalqın öz mifik obrazı var. Bu obrazlar xalqın arzu və ideallarını ifadə edirlər. Onlar cəsarətin, mərdliyin, sədaqətin rəmzi sayılırlar. Mifik qəhrəmanlar insanlara ümid verir, onlara güclü və ədalətli olmağı öyrədirlər. Buna görə də bu obrazlar əsrlər boyu unudulmur və nəsildən nəslə ötürülür. Görək 9-cu sualda bizdən nə istəyirlər? Mifik obrazlar necə yaranmışdır? Əlbəttə ki, insanların təsəvvür və inancları
nəticəsində. Bəli, bu haqda bir fikir var burada. Sual 10 sonuncu sualdır. Mifik obrazlar nəyi təmsil edir? Cəsarətliyi və mərdliyi təmsil edir. Belə əziz və dəyərli şagirdlər, müəllimlər və valideynlərimiz, ümid edirəm izahlar sizə yararlı olur. Bu tip sınaqları bol-bol işləmək istəyirsinizsə, istər ödənişli, istər ödənişsiz, istərsə də bizim kursumuzun vəsaitini əldə etmək istəyirsinizsə, 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. İzah yararlı oldusa bəyənib paylaşmağı, ürəyinizdə istəsə rəy yazmağı unutmayın.